Səsin mənbəyindən uzaqlaşdıqca nə baş verir? Dostlar, təsəvvür edin ki, otaqda televizor yanır və siz televizorun tam yanında dayanıbsınız. Onda səsi necə eşidəcəksiniz? Əlbəttə ki, çox güclü, düzdür? Sonra biraz uzaqlaşsaz televizordan, otağın digər küncünə getsəz, səs getdikcə zəifləyəcək. Otaqdan tamamilə çıxsaz, digər otağa keçsəzsə görəcəksiniz ki, səsi çox cüzi eşidirsiniz. Deməli, səsin mənbəyindən, yəni televizordan uzaqlaşanda nə oldu? Səs zəiflədi. C variantı doğru cavabdır. Xədicəgilin bağında rəngarəng çiçəklər var. Xədicə güllərin rəngini hansı orqan vasitəsilə fərqləndirə bilir? Dostlar, güllərin rəngini görürük, düzdür? Görmə informasiyası alırıq. Nə ilə görürük? Gözümüzlə. A variantı doğru cavabdır. B-də qulaq şəkli var, qulağımızla eşidirik. C-də isə burun şəkli var, burnumuzla qoxluyuruq. Məsələn, güllərin qoxusunu burnumuzla qoxlaya bilərik. Ya da təbiətdəki heyvanların səsini qulağımızla eşidə bilərik. Amma rəngini isə, güllərin rəngini isə gözümüzlə görəcəyik. A variantı doğru cavabdır. Ütü ilə işləyərkən nə etmək olmaz? Baxaq, A-da yazılıb. Ütünü isti halda uzun müddət paltarın üzərində saxlamaq. Dostlar, bunu etmək qətiyyən olmaz. Çünki biz həm paltarı yandıra bilərik, həm də evdə yanğın çıxara bilərik. Bu tamamilə qadağandır. A variantı bizim cavabımızdır artıq. Biz cavabı tapdıq. Çünki nə etmək olmaz soruşurdu bizdən. B-yə baxaq. Ütünü elektrik şəbəkəsinə qoşmaq. Dostlar, biz ütünü istifadə edə bilmək üçün birinci onu yandırmalıyıq, düzdür? Yəni ehtiyatla şəbəkəyə qoşmalıyıq. Bunu etmək lazımdır. İstifadədən sonra ütünü söndürmək, bu da tamamilə lazımlıdır. Çünki ütünü istifadə edəndən sonra söndürməsək, yenə yanğına səbəb ola bilərik. İşimiz bitdikdən sonra elektrik şəbəkəsindən uzaqlaşdırmağımız lazımdır. Cavabımız oldu A variantında. İctimai yerlərdə nəzakətli davranış qaydalarına hansı aiddir? A variantı. Səs-küylü danışmaq və başqalarını narahat etmək. Dostlar, biz ətrafımızda olan insanlara hörmət eləməliyik. Əgər ictimai yerdə isə, məsələn, parkda, kafedə çalışmalıyıq ki, yavaş səslə danışaq və digər insanları narahat etməyək. Səs-küylü danışmaq olmaz. B-də yazılıb. Növbə gözləmədən birbaşa irəliləmək. Bu da tamamilə yanlış davranışdır. Əgər gedəcəyimiz yerdə bir sıra varsa, növbədə öz yerimizi tutmalıyıq və növbənin bizə gəlməyini gözləməliyik. Bunu da etmək olmaz. C-də yazılıb. İnsanlara gülümsəmək və onlara salam vermək. Bu tamamilə doğrudur. Biz digər insanlara qarşı nəzakətli olmalıyıq. Onlarla qarşılaşdıqda onlara gülümsəyib salam verməliyik. C variantı doğru cavabdır. Sinifdə nizamlı olmaq üçün nə etməliyik? Dostlar, A və B variantında yazılanları eləsək, yəni divarlara yazılar yazsaq və partaların üzərini cızsaq, biz sinif otağını, məktəbimizi korlamış olaraq. Bunu etmək olmaz. Məktəbdə əşyalarla səliqəli davranmaq lazımdır. C variantı zibili yerə atmamalıyıqsa doğru davranışdır. Zibili zibil qutusuna atmaq lazımdır. Əgər hər kəs zibilini yerə atsa, o zaman sinifimiz çirklənər və biz orada otura bilmərik, düzdür? Ona görə də C variantı zibili yerə atmamalıyıq ifadəsi doğrudur.